Regionun aparıcı aqrar platformalarından biri kimi mövqeyini möhkəmləndirmiş Caspian Agro sərgisi bu il yeni konseptual yanaşma Caspian Agro Week formatında təşkil olunur. Bunu Kənd Təsərrüfatı Naziri Məcnun Məmmədov Bakı Expo mərkəzində işə başlamış Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı sərgisi və 31-ci Azərbaycan Beynəlxalq Qida Sənayesi sərgisinin açılış mərasimində bildirib. Qeyd olunub ki, bu yanaşma çərçivəsində sərgi yalnız məhsul və texnologiyaların nümayişi ilə məhdudlaşmır. Sektorun müxtəlif istiqamətlərini əhatə edən forumlar, həmçinin ölkədə fəaliyyət göstərən iri ixtisaslaşmış innovativ təsərrüfatlara təşkil olunan səfərləri özündə birləşdirir. Əsas məqsədimiz həftə ərzində həm sərgi, həm də Bakıda müxtəlif və ölkə üzrə müxtəlif forumların, toplantıların, aqrar sahədə müzakirələrin aparılmasına nail olmaqdır. Həm aqrar elmi sahədə çalışanlar, həm ekspertlər, mütəxəssislər, sahibkarlar, fermerlər arasında müxtəlif diskussiya platformalarını hazırlamışıq. Forumlar təşkil olunacaq. Ən böyük forum sabahların Nazirlər Forumu da keçiriləcək.